Salam, hər vaxtınız xeyir olsun. Bugün 9-cu sinif 2025 buraxılış testindən sizin üçün həndəsənin əsas anlayışlarını izah etməyə başlayıram. Təbii ki, hər tipdən bir dənə mən izah edəcəm, qalanlarını isə siz yazacaqsınız. Elə isə vaxt itirmədən başlayaq dostlar. Birinci suala baxaq. Deyir ki, birinci sualda AB parçası, bir dənə AB parçası qeyd edirəm. AB parçası qəşəng. Deyir mənə AB parçası 12 santimetrdir. Burada bir S nöqtəsi qeyd olunub. Mənə deyir S'dən B'yə qədər məsafə 4 santimetrdir. Onda 12 bütövdürsə, 4 buradırsa, bura nə qədər qalacaq? 8 santimetr. Niyə? Çünki 8 ilə 4-ün cəmi 12 eləməlidir. Məndən AS-ni istəyir. AS də neçə santimetrdir? 8 santimetr. Yəni C variantı. Davam eləyək ikinci sualla. İkinci sualda deyir bizə ki, AOB 160 dərəcədir. Deməli, ikinci sualda əgər mənə belə bir şey veribsə, deməli A, O, B və S. Mənə deyir ki, bura, deməli AOB 160 dərəcədir. Bütövlükdə bura, bax bu bənövşəyi 160 dərəcədir. Qəşəng. Mənə deyir ki, AOC 90 dərəcədir. AOC buradır. Bax, AOC bənövşəyi ilə göstərdiyim. Bura deyir 90 dərəcədir. Əgər bura 90 dərəcədirsə, yoldaşlar, 160 buradırsa, 90 buradırsa, bura neçə qalır? 70 qalır da. Çünki 160-dan 90 çıxanda cavab nə eləyir? 70 dərəcə eləyir. Yəni, variant olaraq nə variant olur? Variant C variantı. Daha sonra davam edəyək növbəti sualla. Üçüncü özünüz yazarsınız. Dördüncü sualda buna oxşardı bir növ. Buradakı 90 dərəcə ilə nə edəcəksiniz siz? Təbii ki, buradakı 90 dərəcə ilə 30 dərəcəni cəmləyəcəksiniz. Bu işarə bilirsiniz ki, 90 dərəcənin işarəsidir. O da olacaq 120 dərəcə. Yaxşı, davam edək 6-cı sualla. 6-cı sualda deyir bizə ki, nöqtələrdən neçəsi A düz xəttinə aid deyil. Uşaqlar, gördüyünüz kimi burada nöqtələrdən ancaq F-dir, P-dir, bir də M-dir. Bu nöqtələr düz xəttin üzərində yerləşir. Hansı düz xəttdən söhbət gedir? Bu bənövşəyi ilə göstərdiyim düz xəttdən. Hansılar bəs aiddir? S-dir, D-dir, Y-dir, K-dır. Neçə dənəsi aid olmalıdır? 4 dənəsi. Dərəcə ölçüləri verilmiş bucaqlardan hansılar qonşu bucaqlar ola bilər? Bilirsiniz ki, qonşu bucaqların cəmi 180 dərəcə olmalıdır. 82 ilə 98-i cəmləyəndə 180 edirmi? Edir. Amma 100 ilə 120-ni cəmləyəndə 180 eləmir. 100 ilə 70-i cəmləyəndə 180 eləmir. Ona görə variant A variantıdır. Cəmi 180 olan. 8-ci sualdan davam edək. 8-ci sualda bizə deyir ki, AOB açıq bucaqdır. Açıq bucağın da dərəcə ölçüsü bilirsiniz ki, 180 dərəcədir. Deyir mənə ki, AOC dediyi buradır. COD dediyi buradır. DOB dediyi də buradır. Bir bənövşəyi ilə göstərib buradır. Təbii ki, uşaqlar, bunlar üçü də bir-birinə bərabərdirsə və bunların üçünün də cəmi 180-dirsə, yaza bilərsiniz ki, x, 3x bərabərdir 180-ə, x də bərabərdir 180 bölünsün 3-ə. X də neçə dərəcə eləyir? 60 dərəcə. Burada 60 dərəcədir, burada 60 dərəcədir, burada 60 dərəcədir. Bizdən COD bucağını istəyir. COD bucağı neçə dərəcə oldu? 60 dərəcə oldu. Daha sonra davam edək növbəti sualla. 9-cu sual bundandır. 10-cu sualla. OS şüası AOB-nin tənböləni olarsa. Bilirsiniz ki, OS şüası əgər AOB bucağının tənbölənidirsə, onda bu bucağı tən yarıya bölür. Tənbölən sözünün mənası bucağı tən yarıya bölür. Əgər burayı 30 dərəcədirsə, onda burada 30 dərəcədir. Onda bütövlükdə AOB bucağının dərəcə ölçüsü 30 üstə gəl 30. Neçə dərəcə olur? 60 dərəcə olur. Təbii ki, 11-sizlikdir. 12-ci sual. O da bayaq birinci suala oxşayır, özünüz yazarsınız. 13-cü sualda deyir, MY parçası YN-dən 3 dəfə kiçikdir. MY YN-dən 3 dəfə kiçikdir. MY YN-dən 3 dəfə kiçikdir. Onda avtomatik YN MY-dən 3 dəfə nə olur? Böyük olur. Sən məndən kiçiksənsə, mən səndən böyüyəm. Onda MY-yə x yazsam, bu da bundan 3 dəfə böyük, 3x olacaq. Baxın, MY Y-dən 3 dəfə kiçik oldu həqiqətən də. Y-nin deyir 24-dür. Deməli, 3x bərabərdir 24-ə, x bərabərdir 8-ə.
Deməli MY-nin də uzunluğu 8 imiş. Əgər 8 budursa, 24 budursa, MN-in də bütövlükdə uzunluğunu tapmaq üçün 8 ilə 24-ü nə edirəm? Cəmləyirəm. Cavab nə eləyir? 32 santimetr. 14-cü sualda bundandır. Deyir, fərqi 30 olan qonşu bucaqların tapın. Qonşu bucaqların adını çəkirsə, yadınızda saxlayın ki, qonşu bucaqların cəmi neçə dərəcədir? 180 dərəcə. Deməli, yazırıq ki, qonşu bucaqların cəmi neçə dərəcədir? 180 dərəcə. Qonşu bucaqların cəmi 180 dərəcədir. Unutmayın bunu. Əgər qonşu bucaqların cəmi 180-dirsə, baxmalıyıq ki, ikisinin də cəmi 180 olsun. Amma digər tərəfdən də fərqi də 30 olmalıdır. 150 ilə 30-un fərqi 30 deyil. A variantı getdi. 75, 105. 105-dən 75 çıxanda 30 qalır. Deməli, B variantı uyğundur. 95-dən 65 çıxanda 30 qalır. 105-dən 75 çıxanda yenə 30 qalır. Düzdürmü? Amma 75-dən 105-in cəmi nə eləyir? Yenə 180 olur. Düzdür. 65-dən 95-in cəmi nə eləyir? 65-dən 95-in cəmi 170 eləyir. Ona görə bu aid deyil. 95-dən 85 fərqi 10 eləyir. Bu da aid deyil. Amma cəmi 180 olsa belə fərqi 30 şərtini ödəmir. Option variantı tapmışıq. B variantı. D variantı da ödəmir. 16 sizlikdir. 17 sizlikdir. 18-ci sualla davam eləyirik. 18-ci sualda mənə deyir ki, AB paraleli verilibdir. AB paraleli AB düz xətti CD düz xəttinə paraleldir. Ortadan keçən isə bunu kəsəndir. Düzdürmü? Əgər bura A-dırsa, bunun qarşısı da A-dır və bənövşəkdən bir tərəfdə yerləşdiyi üçün bunlar daxili bir tərəfli bucaqlardır və A ilə B-nin cəmi neçə dərəcə olmalıdır? 180. A 70-dirsə, 70 üstəgəl beta 180-dirsə, betanı tapanda 180-dən 70 çıxanda cavab eləyir neçə dərəcə? 110 dərəcə. Yaxşı, davam eləyək 20-ci sualla. Qonşu bucaqlardan biri deyir, digərindən 9 dəfə böyükdür. Əgər qonşu bucaqlardan biri digərindən 9 dəfə böyükdür verilibsə sənə, onda birinə mütləq x yazmalısan, o biri də ondan 9 dəfə böyük olanda dəfə deyəndə vururlar. Yadınızda saxlayın. Dəfə sözünü gördünsə, vur. Qonşu bucaqlarında cəmi neçə dərəcə olmalıdır? 180. Onda yazırsan x üstəgəl 9x bərabərdir 180. X-in yanında heç nə yoxdursa, bura 1x yazmağı vərdiş yarat. 1x-lə 9x-in cəmi 10x bərabərdir 180. X də bərabərdir 180 bölünsün 10. X də bərabərdir 18. Deməli, x-in biri 18-dirsə, o birinin də 18-i 9-a vuranda 72, 7 adı 9, 162. Cavab 18 və 162-dir. Sonra 22-ci sualla davam eləyək. 22-ci sualda deyir, uyğun tərəfləri perpendikulyar olan bucaqlar. Uşaqlar, yadınızda saxlayırsınız. Uyğun tərəfləri paralel və uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya bir-birinə bərabərdir, ya bərabərdir. Düzdürmü? Ya da cəmləri nədir? Ya da cəmləri 180-dir. 180 dərəcədir. Uyğun tərəflər perpendikulyar olan iki bucaqdan biri digərinə 17 dəfə kiçikdirsə, biri əgər x-dırsa, o biri olacaq 17x. Və bunların da cəmi neçə olmalıdır? 180. Onda yazırsan, x üstəgəl 17x bərabərdir 180-ə. Burada təbii ki, x-in yanında heç nə yoxdursa, bura 1 yaz, həmişə vərdiş yarat. 1x ilə 17x elədi 18x bərabərdir 180. X-i də tapanda 180-i 18-ə bölürsən. X də olur 10 dərəcə. X 10 dərəcədirsə, gətirib yerinə qoyanda 17-ni də 10-a vuranda cavab nə eləyir? 170 dərəcə. Və yaxud da 10 dərəcəni tapandan sonra 180-dən 10-u çıxanda da 170-i tapmaq rahat olur. Kiçik bucağı istəyir, kiçik bucaq 17 dərəcədir. Böyük istəsəydi 170 dərəcə. 24-cü sualla vaxt itirmədən davam eləyək. Deyir ki, alfa üstəgəl qamma bərabərdir beta. Beta bucağını tapın. Deməli, nə edirik? Dostlar, alfa üstəgəl qamma üstəgəl beta bizə açıq bucağı verir. Açıq bucağın da dərəcə ölçüsü 180 dərəcə olur. Alfa üstəgəl qamma üstəgəl beta bərabərdir 180 dərəcəyə. Mən götürüb alfa ilə qammanın yerinə
birbaşa bettanı yazsam. Bir dənə də betta kənarda qalıbdır. Bərabərdir 180-ə. 2 betta bərabərdir 180-ə. Betta da bərabərdir 90 dərəcəyə. Betta deməli neçə dərəcəymiş? 90 dərəcəymiş. Bitdi. Sonra 26-cı sualla davam edirəm. 26-cı sualda deyir ki, alfa ilə bettanın fərqi 10 dərəcədir. Digər tərəfdən alfa ilə bettanın cəmi isə 90 dərəcədir. Sən bunları tərliklər sistemi kimi həll eləyəsi olsan, bunları tərəf-tərəfə toplasan alfa ilə alfanın cəmi eləyir 2 alfa. Mənfi betta ilə müsbət betta getdi bir-birini yedi. Ondan da 90'ın cəmi eləyir 100. Alfanı tapanda 100'ü 2'ye ne inirsən? Bölürsən. Cavab ne eləyir? 50 dərəcə. Əgər alfa 50 dərəcədirsə, bura 50'dirsə, onda bettanı tapmaq üçün 90'dan 50'ni çıxacaqsan 40 dərəcə. Bizdən alfanı istəyir. Alfa neçə dərəcədir? 50 dərəcə. Bitdi. Sonra davam eləyək növbəti sualla. 28-ci sual. Uşaqlar, bu da eyni şeydir. Əgər bucaq 2 137 dərəcədirsə, bucaq 1'i tapmaq üçün 180'dir də bütövü. Yəni bunların ikisinin cəmi 180 eləməlidir. 180'dən 137'ni çıxacaqsan, 1'i tapacaqsan. Sonra 30-cu sualla davam eləyək. 30-cu sualda deyir bucaq 1, bucaq 4 və bucaq 2'nin cəmi nəyə bərabərdir? Bucaq 1, bucaq 4 və bucaq 2'nin cəmi 300 dərəcədir. Məndən bucaq 3'ü istəyir. Neynirəm? Bunların hamısının cəmi neçə dərəcə olmalıdır? 360 dərəcə. Əgər bu üçünü veribsə, 360 dərəcədən bu üçünün cəmini çıxsam, dördüncünü taparam, tapmaram? Taparam. Neçə dərəcə olur? 60 dərəcə. Bitdi. 32-ci sualla davam edirik. Deyir AOC 25 dərəcədir. Qəşəng. COB 30 dərəcədir. Uşaqlar, COB var bura, bax. Bax bir dənə qəşəng bax ha. Deməli, COB haradır? COB bax. Bura. COB bu hissədir. Aydındır. COB buradır. Aha. Mənə deyir ki, COB 30 dərəcədir. Onda AOB-ni tap. AOB də bütövdür. Qırmızı ilə göstərdiyim bütöv. Bunun da tərkibində 1.25 var, 1.30 var. 25 ilə də 30'u cəmləyirsən, deyirsən 55. Bitdi. Sonra 34-cü sual. Deyir AB parçası 5 bərabər hissəyə bölünüb. Onda mən burada x yazaram. Burada. MB'nin M'dən B'yə qədər neçədir? 4x'dir. AN'ə nisbəti. A'dan N'ə qədər neçədir? 2x'dir. 4x'də 2x'ə böləndə cavab nə eləyir? 2 eləyir. Bu qədər. 36-cı sualla davam eləyək. A və B düz xətləri M nöqtəsində kəsişir. Uşaqlar, bura 30'dursa bunun qarşısı neçə dərəcədir? 30. Bura 30'dursa qonşusu neçə dərəcədir? 150. Bura 150'dirsə qarşısı neçə dərəcədir? 150. Alfa 150'dir, beta 30'dur. 150'dən çıxırsan 30'u, cavab 120 dərəcə. Bitdi. 37-ci sual budur. 38-ci suala baxaq. BD şüası ABC düz bucağından onun 18'də 5 hissəsini təşkil edən ABD bucağını ayırır. Deməli, deyir bir dənə ABC düz bucağı var. Çəkək. ABC düz bucaqdır. Düzdür. Deyir düz bucağından onun 18'də 5 hissəsini təşkil edən bir BD şüası çəkək. Çəkdik. 90 dərəcənin 18'də 5 hissəsini tapası olsam, 90'ın məxrəcində heç nə olmamağı səni çaşdırırsa bura 1 yaz. 90 ilə 18 ixtisar gedir 5. 5'i də 5'ə vuranda 25. Deməli, ABD bucağının dərəcə ölçüsü ABD dediyi budur. Bura neçə dərəcədir? 25 dərəcə. Onda bura nə qədər qalır? 65 dərəcə. Çünki cəmi neçə olmalıdır? 90 olmalıdır. Bu da belə. 10-cu sualına davam eləyək.
10-cu sualda deyir 40 daha doğrusu 40-cı sual. Uyğun tərəfləri paralel olan iki bucaqdan biri 50 dərəcəsi, ikinci bucaq neçə dərəcə ola bilər? Bayaq dedik ki, uyğun tərəfləri paralel və yaxud da uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya bərabərdirlər, ya bərabərdirlər, ya da bunların cəmləri nədir? Ya da cəmləri 180-dir. Düzdürmü? Onda sən deyirsən ki, müəllimə, bunun biri 50-dirsə, o birisi ya 50 olacaq, ya da cəmi 180 olması üçün 130 olacaq. Yəni 50 ilə 130-u cəmləyəndə cəm 180 eləsin. 42-ci sual. Deyir COB. COB-nin tərkibində kimlər var? Gəlin baxaq. Bir 90 var, bir də 40 var. Bunun da cəmi neçə eləyir? 130 olur. Deməli COB 130 dərəcədir. AOC-nin tərkibində kimlər var? AOC 130 buradırsa, burada qalır 180 çıx 130. Yəni neçə dərəcə? 50 dərəcə. 130-dan da 50 çıxanda cavab neçə dərəcə qalır? 80 dərəcə qalır. Yəni A variantı. Sonra 44-cü sualla davam eləyək. 44-cü sualda deyir beta 2 alfa olarsa, uşaqlar baxın bir dənə. Bax bu xəttdən, bənövşəyi xəttdən bir tərəfdə yerləşir alfa ilə beta və bu qırmızı xətlərin də daxilində yerləşir. Onda bunların ikisinin adını birləşdirsək, alfa ilə beta olur daxili bir tərəfli bucaqlar. Və daxili bir tərəfli bucaqların da cəmi bilirik ki 180 dərəcədir. Beta'nın da yerinə 2 alfa yazsam, alfa üstəgəl 2 alfa bərabərdir 180-ə, 3 alfa bərabərdir 180-ə, alfa da bərabərdir 60 dərəcəyə. Alfanın neçə tapdım? 60 tapdım. Cavab B variantı. Sonra davam eləyək növbəti sualla. 46-cı sual. Deyir BOD COD-yə bərabərdir. BOD, yəni bura COD-yə nədir? Bərabərdir. Bura x-sə, burada x-dir. COB isə COB 120-dir. C-dən O-ya, B-yə qədər 120-dir. Bunlar da bərabərdirsə, hərəsinə 60-60 düşür. Düşür. Məndən AOD-ni istəyir. Uşaqlar, əgər bura 120-dirsə, onda bu qalanı neçədir? Bu da 60-dır. Onda AOD-ni istəyir məndən. AOD də buradır da. Bura, bir də bura. Buradan bura qədər məsafə. 60 bu, 60 bu. Cəmi neçə elədi? 120. Yəni bu 120-yə görə 120 eləmədi ha. Bildiniz də yəqin ki. Sonra 47-ci sual. 47-ci sualda deyir CBD bucağı ABD bucağına 3 dəfə kiçikdir. Onda belə yazaq. Bayaq parçaya necə yazmışdıqsa burada 3x yazaq, CBD-yə də x yazaq. Və ABC bucağının cəmi 80 dərəcə. Deməli 3x üstəgəl x bərabərdir 80. 4x 80-dirsə, x də neçə oldu? 20 oldu. X-ımız deməli neçə dərəcə olub? 20 dərəcə. Onda bura neçə dərəcə olur? 60 dərəcə. CBD bucağını istəyir. CBD bucağı neçə dərəcəymiş? 20 dərəcəymiş. 48-ci sualda bundandır. Özünüz yazarsınız. 49-cu sualla davam eləyək. Deyir ABM. ABM. Aha. MBN. MBN. Aha. MBS. MBS. NBS. Aha. 18 dərəcədir. Deməli, burada 18-dir. Burada 18-dir. Burada 18-dir. ABC-ni soruşur. ABC də budur. Bu. Bunun da tərkibində 3 dənə 18 var. 18, üstəcə 18, üstəcə 18. Bunların da cəmi nə eləyir? 54 dərəcə. Cavab D variantı. Maraqlıdır. Sonra 50-ci sualına davam eləyək. Vaxt itirmədən 50-ci sual. Deyir bizə ki, uyğun tərəfləri paralel olan bucaqlar. Deməli, uyğun tərəfləri paralel olan bucaqlar ya bir-birinə bərabər olmalıdır, ya da cəmləri 180 olmalıdır. İki bucağın fərqini 18 veribsə, bərabər ola bilməzlər. Çünki bərabər bucaqların fərqi 0 eləməli idi. Məsələn, tutalım ki, biri 50-dirsə, o biri də 50-dir. 50-dən 50-ni çıxanda nə qalacaq? 0. Onda belə qərara gəldik ki, bunlar bərabər yox, cəmləri 180 olan versiyaya uyğundur. Cəmləri 180-dir, fərqləri isə 18-dir. Tənliklər sistemi həll elə tap. Necə həll eləyəcəksən? Baxaq. Alfa ilə alfanın cəmi 2 alfa. Müsbət beta, mənfi beta ilə ixtisar gedir. 180 ilə 18-in cəmi 198. Alfanı tapanda 198-i 2-yə bölürəm. Alfa da bərabərdir
99 dərəcə. Alfa 99 dərəcədirsə, betanı da tapanda 99-dan 18-i çıxıram. Beta da bərabərdir 81 dərəcə. Bitti. 81. Aha, beta 81'dir, alfa da 99'dur. Bizdən böyük bucaq istəyir, ona görə 99 dərəcə cavabdır. Sonra 51-ci sualla davam eləyək. 51-ci sualda uşaqlar yadınızda saxlayın. Bununla bunun cəmi, yəni beta üstəgəl 20 dərəcə ilə alfa plus 10 dərəcənin cəmi 180 verməlidir. Onda sən yazırsan beta üstəgəl alfa olduğu kimi qalır. 20 üstəgəl 10 neçə eləyir? 30 bərabər nəyə? 180-ə. Buradan da beta üstəgəl alfanı tapırsan ki 180 çıx 30. Niyə 30'u çıxdım? Çünki bu plus 30 yoxdur. Bu 180'in yanına keçəndə paltarını dəyişməlidir. Bunun paltarı hal-hazırda müsbətdir. Keçəndə o tərəfə mənfi olur. Söv. Buradan da beta üstəgəl alfanı tapacağım ki 150 dərəcə imiş. Bizdən də bunu istəyir. Bitdi. Sonra 52-ci sualla davam edirik. Deyir 155 dərəcəli bucaqdır. Aydın məsələ ki 155 dərəcəli bucaq kör bucaqdır. Tərəflər arasından keçən şua, aha, bir dənə şua keçir tərəflər arasından. Onu dərəcə ölçüləri fərqi 15 dərəcə olan 2 dənə bucaq ayırır. Deməli biri x-dır, biri y-dır. Yenə tənliklər sistemi qursam, x ilə y-ın cəmi 155'i verməlidir. X ilə y-ın fərqi isə 15'i verməlidir. Hesablayırsan cavabı tapırsan. Tərəf-tərəfə toplasan 2x, müsbət y mənfi y ilə getdi. 155 ilə də 15'in cəmi 10 sözü 1 ya da 6, 7, 170. X-i də tapanda 85 dərəcə. X-imiz 85 dərəcədirsə, y-ımızı tapanda 85 dərəcədən 15 dərəcəni çıxıram. Y də olur neçə dərəcə? 70 dərəcə. Bitdi. Məndən böyük bucağın dərəcə ölçüsünü istəyir. Böyük bucağın da dərəcə ölçüsü 85 dərəcədir. Sonra dostlar 54-cü sual biraz faizlə əlaqəli sualdır, amma çətin sual deyil. Baxaq. Deyir AC parçasının uzunluğu AB-nin 20%-dir. AC AB-nin 20'sidir. AB-nin də bütövlükdə verib 25. Ölçünə də 25'in 20%'ini tapırsan, vurursan 20%'e, bölürsən 100%'e. 100%'dən 20% getdi 5'ə, 25'dən də 5 getdi, qaldı 5. Deməli AC 5 imişsə, SB-yə nə qədər qalar? 25'dən çıxırsan 5 santimetri. Niyə çıxırsan 25'dən 5'i? Çünki A'dır, C'dir, bir də B'dir. Əgər AB bütövlükdə 25 santimetrdirsə, bura 5 santimetrdirsə, onda bura neçə olmalıdır? 20 olmalıdır. 5'dən 20'nin cəmi 25'i versin deyə. Sonra davam eləyək 56-cı sualla. 56-cı sualda deyir ki bizə 56-cı sual. Bucağın tərəfləri arasından keçən şüa onu kiçiyinin dərəcə ölçüsü 12 olan 2 bucağa ayırır. Deməli bucağının tərəf bucaqdır, bir dənə bucaqdır. Bunun tərəfləri arasından bir şüa keçib, qırmızı şüa. Kiçiyinin dərəcə ölçüsü 12'dir. Aha, bu bucağın dərəcə ölçüsü 12'dir. Bu verilən bucağın 17'də 3 hissəsidir. Hə. Bütöv bucaq bilmirəm nədir. X-la işarə eləyim. Və bu X-ın 17'də 3 hissəsi bərabərdir 12'yə. Onda mən buradan X-i tapsam 12'ni böləcəm 17'də 3'ə. X bərabərdir. 12'nin məxrəcində heç nə yoxdursa bura 1 yazıram. 17'də 3'ü tərsinə çevirib vururam. Yəni 3'də 17 şəklində. 3 sana 12 gedir 4. X də bərabər 4'ü 17'yə vuranda 68 dərəcə. Bitdi. Bucağın dərəcə ölçüsü bütövlükdə 68 dərəcə imiş. Yəni sən burada sadəcə tənlik qurmalısan. Başqa heç nə. 58-ci sualdan davam eləyirik. Deyir AB, CD, FY düz xətləri O nöqtəsində kəsişirlər. FOD 60 dərəcədir. FOD 60 dərəcədir. COY çıxılsın DOB 10 dərəcədir. COY-yə gəlin bir dənə X yazaq. Bir də DOB. DOB haradır? DOB.
DOB-yə də bir gəlin Y yazaq, nəsə yazaq. Aha. Gəlin bunu yazaq. Deməli, necə yazırıq? Yazırıq ki, CO-ya X-dır, DOB də Y-dır. X ilə Y-ın fərqi 10-dur. Qəşəng. Dostum, bu 60-dırsa, bunun qarşısı neçə dərəcədir? 60 olur? Olur. Deməli, X 60 imiş. Onda 60-dan nəyi çıxanda 10 qalır? 50-ni. Deməli, Y-də 50 dərəcə imiş. Qəşəng. Bizə nə istəyirik? Hər şeyi tapdıq. AOF. Hə, buranı istəyir məndən. Bax, buranı. Qəşəng. İndi bir dənə bir şey deyim sənə. Deməli, bu CD xətti, görürsən də bu düz xəttir. Bu açıq bucaqdır, düzdürmü? Buranı dedik ki 60 dərəcədir, buranı dedik 50 dərəcədir. Onda 60 ilə 50-nin cəmi 110, onda ortaya nə qədər qalır? 180-dən 110 çıxsan 70 qalır, qalır. Bura 70-dirsə, bununla üzbəüz duran da 70 olacaq, olacaq. Niyə? Çünki üzbəüz duran bucaqlar qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar da bir-birinə bərabərdir. Səndən də buranı istəyir, buranı. Cavab neçə dərəcə olacaq? 70 dərəcə. Bu da belə. Sonra 59-cu sualda deyir ki, bir dənə. BM şüası, BM hansıdır? Hə, bu. AB'nin tənböləndir. AB'nin hansıdır? ABN. Hə, bu. Düzdür. Tənböləndirsə, bura X-dırsa, burada X olur. Sonrası sizlikdir. Özünüz taparsınız, zəhmət çəkib. 60-cı sualı biz demişdik. Demişdik ki, qanatları topla. Burada bir X yaz. Qanatları topla. Qanatlar hansılardır? 100 ilə X. 100 ilə X-i topla. 180'i çıx. Versin ortanı. X çıx 80 bərabərdir 40. X də bərabərdir 120. Deməli, bucaq C neçə dərəcəymiş? 120. 61-ci sualla davam eləyək. Uzunluğu A olan parça 4 bərabər hissəyə bölünür. Bir dənə parçadır. Uzunluğu A-dır. 4 bərabər hissəyə bölünür. Onda burada A böl 4 olur. 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 Birinci və dördüncü hissələrin orta nöqtələr arasındakı məsafə. Birinci hissənin orta nöqtəsi budur. Dördüncü hissənin orta nöqtəsi budur. Arasındakı məsafə tap. Uşaqlar, orta nöqtə nə deməkdir? Bura A böl 4-dürsə, bunun yarısı olacaq A böl 4 bölünsün 2. Böl 2-ni də, 2-nin məxrəcində heç nə yoxdursa, bura 1 yazmağı vərdiş yarat, çaşmayasan. A böl 4 olduğu kimi qalır. 2 böl 1'i, 1'i yuxarıya, 2'ni aşağıya yaza bilərsən. Bu da olacaq A böl 8. Deməli, bura nə qədər olacaq? A böl 8. Onda burada A böl 8. Onda sən buradan bura qədər məsafəni hesablamaq üçün deməli, nə etməlisən? A böl 8'i, A böl 4'ü, A böl 4'ü və A böl 8'i cəmləməlisən. Olacaq A böl 8 üstə gəl A böl 4 üstə gəl A böl 4 üstə gəl A böl 8. 2, bunu da 2'yə vurdum. Elədi nə? 8'də A üstə gəl 2A üstə gəl 2A üstə gəl A. 4A 6A. 6A bölünsün 8. Bunlar da ixtisar gedir. 3A bölünsün 4. Cavab olaraq B variantı. Belə. Sonra 63-cü sualına davam eləyək. Deyir, bucaq 1 ilə bucaq 3-ün cəmi. Bucaq 1 ilə bucaq 3 gördüyünüz kimi üz-üzə bucaqlardır və bunlar bir-birlərinə bərabərdir. Mütləq yadınızda saxlayın. Üz-üzə duran bucaqlar bir-birinə bərabərdir. Cəmi 280-dirsə, bərabərdirsə, onda hərəsinə neçə dərəcə düşür? 140, 140. Nə bildim? Çünki 280-i 2-yə böldüm. Neçə dərəcə düşdü? 140 dərəcə. Bucaq 2-ni soruşur. Əgər bu 140-dırsa, bunun qonşusu nə qədərdir? 40 dərəcə olur? Olur. Niyə? Çünki 180-dən 140-ı çıxırsan, cavab eləyir 40 dərəcə. Bura 40-dırsa, qarşısı nə qədər olur? Qarşısı da 40 olur. Bitdi. Bu qədər. Sonra 64-cü sualla davam eləyək. 64-cü sualda deyir ki, alfa və beta qonşu bucaqlardır. Deməli, onların cəmləri neçə dərəcə olmalıdır? 180 dərəcə olmalıdır. Alfanın yerinə deyir 3 beta yaz. Yazaq. 3 beta üstə gəl.
beta bərabərdir 180-ə. Betanın yanında heç nə yoxdursa, bura 1 yazmağı vərdiş yarat. 3 beta ilə 1 betanın cəmi 4 beta bərabərdir 180 dərəcəyə. Betanı tapanda 180-i 4-ə neynirsən? Bölürsən. Beta da nəyə bərabərdir? 45 dərəcəyə. Beta 45 dərəcədirsə, alfa neçə dərəcə olur? 135 dərəcə. Bizdən alfa minus betanı istəyir. Alfa minus beta 135 dərəcə çıxılsın 45 dərəcə. 0, bu da 90. Cavab nə eləyir? 90 dərəcə. 65-ci sualla davam eləyək. Alfa plus 10-dan beta plus 20-ni hal-hazırda görürsən. Görürsənsə bilməlisən ki, bunlar qarşılıqlı bucaqlardır. Çünki üz-üzə baxırlar. Üz-üzə baxan bucaqlar qarşılıqlı bucaqlardır və bir-birlərinə bərabər olurlar. Alfanı saxlayıram, betanı keçirdirəm çıx beta şəklində. 20-ni saxlayıram, onu keçirdirəm çıx 10 şəklində. Alfa çıxılsın beta bərabərdir 10 dərəcəyə. Deməli, fərqimiz nə qədər oldu? Alfa çıx beta 10 dərəcə. Sonra 66-cı sualla davam eləyək. Dostlar, 66-cı sualda deyir, düz xət üzərində müəyyən sayda nöqtələr qeyd olunubdur. Qəşəng. Nöqtələrin sayı n olanda, n deməli bu qırmızı ilə çərçivələdiyimdir. Nöqtələrin sayı n olanda şüaların sayı 10 olubdur. Amma nəyin üzərində? Düz xət üzərində. Bilirsiniz ki, gəlin bir dənə bu qaydanı təkrarladım sizə. Düz xət üzərində n dənə nöqtə verilibsə, düz xət üzərində n dənə nöqtə verilibsə, şüaların sayı 2n olur. Düzdür? Parça üzərində n dənə nöqtə verilibsə, şüaların sayı 0 dənədir. Şua üzərində n dənə nöqtə verilsəydi, başlanğıc nöqtədə daxil olsaydı, onda elə şüaların sayı n-dən olacaqdı. Deməli, verilmə tərzindən asılıdır. Düz xət üzərində verilibsə n dənə nöqtə, onda şüaların sayı 2n olur. Parça üzərində n dənə nöqtə verilibsə, şüaların sayı 0-dən olur. Şua üzərində n dənə nöqtə verilsəydi, onda şüaların sayı elə n-dən olacaqdı. İndi düz xət üzərində verildiyi üçün 2n düsturu ilə hesablayırıq. Deməli, 2n 10-a bərabərdirsə, n də bərabərdir 5-ə. Deməli, n-in yerinə 5 qoyuruq. Sonra 2m bərabərdirsə, neçəyə? 20-yə. M də bərabərdir 10-a. Deməli, m-in yerinə 10 qoyuruq. Sonra k-nı da verib 4. 2k bərabərdir. Deməli, uşaqlar, nöqtələrin sayı n veriləndə düstur 2n olur. Nöqtələrin sayı m veriləndə düstur 2m olur. Nöqtələrin sayı k veriləndə düstur 2k olur. Yəni, verilən hərfdən asılıdır. 2k olanda k da olur 2. Düzdür? Düzdür. Qoydum yerinə. 5-in üzərinə 10 gələndə 15. 2 də çıxanda cavab nə eləyir? 13. Sonra baxaq 67-ci suala. Barqraf budur. Yəni, sütunlarla verilmə şəkli. Alfa, beta, qammanın cəmi 310 dərəcədir. Betanı gördüyünüz kimi 90 verib yerinə yazaq. Qammanı gördüyünüz kimi 180 verib, biraz verənməyibdir. Biraz havada qalıb, deyib yox. 180 verib yazaq yerinə. Alfanı soruşur. Yox, nəyi soruşur bizdən soruşmaq ayıb olması? Qammanın ən kiçik tam qiymətini tapın. Hə, qamma 180 verməyib. Qammanı 180-dən kiçik veribdir. Hə. Alfanı heç ümumiyyətlə verməyibdir. Gözləyin bir dəqiqə. Paragrafda bucaqların növləri verilmişdir. Alfa üstəcək, beta üstəcək, qamma bərabərdir 310 dərəcə olarsa, qammanın ən kiçik tam qiymət. Qammanı tam 310 verməyibdir. Qammanı, daha doğrusu 180 verməyibdir. Qammanı 180-dən balaca veribdir.
180-dən balacası hər hal ki kor bucaqdır da, düzdür? Alfanı da fikir verirsinizsə 90-dan balaca veribdi. Deməli alfada 2 bucaqdır da. İndi qammanın bizdən ən kiçik tam qiymətini istəyirsə, onda alfanın ən böyük tam qiyməti 89 dərəcə olar. Dinən niyə? Hələ qammanı bilmirəm. Alfanın ən qiyməti 89 olar. Çünki qamma ən kiçik alması üçün gərək alfa ilə beta ən böyük qiymətlərini alsınlar ki, 310-dan onların cəmini çıxanda qammada ən kiçik qalsın. Alfa ilə beta maksimum ala bildiyi qədər böyük almalıdır ki, 310-dan da onları çıxanda verməlidir bunu. 89 ilə 90-ın cəmi eləyir 179, düzdürmü? 179 oldusa əgər, onda nə oldu? 179 oldusa 310-dan da 179-u çıxacaq. Ondan 9 1. Deməli, ondan 9 1, ondan 7 3. Bu da neçə eləyir? 131 dərəcə. Bu da belə. Sonra 68-ci sualla davam eləyək. Neçə dənə sualdır ümumilikdə? Baxaq görək bir dənə. Hey maşallah, sual var. Bir xeylaq var. 118-də kimi təbii ki mən hamısını izah eləməyəcəm. Biz 85-də yekunlaşdıracağıq bu video üçün. Növbəti videoda isə ardını izah eləyəcəyik. AC parçası deyir CD parçası 3 dəfə uzundur. Aha, CD'ye 1x yazsam AC də olacaq 3x. B nöqtəsi AD parçasının orta nöqtəsidir. AD'nin ortasıdır. Onda bura bütövlükdə neçə x olur? 4x olur. Onda bura 2x olur. Ortasıdırsa burada 2x olur. 2x'dırsa, bura x'dırsa, onda bura nə qədər qalır? X qalır. Çünki x ilə x'in cəmi 2x'i verməlidir. Deyir BS'nin, BS x'dir. AD'yə. AD də 4x'dir. X'in 4x'ə nisbəti eləyir 4'də 1. Yəni 1'in 4'ə nisbəti. Sonra 69-cu da bundandır. 70-ci sual da bundandır. Daha bunlardan çox işlədik bayaqdan. 72-ci sualdan davam edək. Şəkildə AB'yə paraleldir. BAK 150 dərəcədir. BAK haradır? BAK bura 150 dərəcədir. BS isə ABD bucağının tənbölənidir. Tənbölənidirsə bura x-sə burada x-dir. Təbii ki uşaqlar siz bilirsiniz ki, iki paralel düz xətt varsa ortada, bənövşəyi xəttdə ortanı kəsib keçibsə, onda burada yaranan daxili çarpaz bucaqlar bir-birlərinə nə olmalıdır? Bərabər. Onda burada 150 imiş cəmi. 150 isə hərəsinə neçə dərəcə düşür? 75 düşür. Düzdür? Düzdür. Bura 75-dirsə, əgər, qulaq as indi, söhbət başqa dəyişdi. İndi buna odaqlan, 2 paralel düz xətt 3-cü düz xəttlə kəsişib, görürsən? 2 paralel düz xətt 3-cü düz xəttlə kəsişib. Onda nə baş verir? Bura 75-dirsə, bura ilə də bura daxili bir tərəfli olduğu üçün 180-dən də 75-i çıxıram, 105 dərəcə eləyir. Opşum cavab Y bəndi. Sonra 73-cü sualda maraqlı sualdır. Uşaqlar, siz bilin ki, bu içəridəkilərin cəmi həmişə çöldəkini verir. Belə bir qaydamız var. Bunu özünüzdə qeyd edirsiniz. Alfa, beta, qammanın cəmi həmişə çöldəki bucağı verəcək. İndi siz burada nə etməlisiniz? Bunların üçünü də tərəf-tərəfə toplayın. X nə eləyir? 3x qəşəng. Çıx alfa, çıx beta, çıx qamma. Çıxı çölə atsam, alfa plus beta plus qamma. Vurun açın, görəcəksiniz ki, eyni işarələr alınır. 120, 110, 100. Cəmi nə eləyir? 220, o da 110. Neçə eləyir? 330 dərəcə. Düzdür? 220 ilə 110 da neçə elədi? 330. Alfa plus beta plus gamma. X bucağını soruşur bizdən. Alfa plus beta plus gammanı da dedim ki, düsturda nəyə bərabərdir? X-ə bərabərdir. Yəni bunun yerinə X yaza bilərsən. 3x çıxılsın X bərabərdir 330 dərəcəyə. Əgər X-in yanında heç nə yazılmamağı səni çaşdırırsa, bura 1x yaz. 3x-dən 1x çıxanda 2x bərabərdir 330 dərəcəyə. X də bərabərdir 330-u 2-yə bölürsən 165 dərəcəyə. X deməli neçə dərəcəymiş? 165 dərəcə. A variantı. Qəşəng misal idi.
Sonra dostum 74-cü sualda. Uşaqlar, deyəcəksiniz ki, ay müəllim, nə bilək biz tərəf-tərəfə toplamaq nədir? Tənliklər sistemini keçəndə bu sizin yadınıza düşəcək. Amma indi əzbərləyin. 74-cü sual. OK şüası AOB bucağının tənbölənidir. Deyir, bura tənböləndir. Tənböləndirsə bu bucaq bu bucağa nədir? Bərabərdir. Gəl yazaq. 3x plus 7 dərəcə bərabərdir. 32 minus nəyə? 32 minus 2x-a. 3x-i saxlayıram. Mənfi 2x-i keçirdirəm müsbət 2x şəklində. 32-ni saxlayıram. 7-ni keçirdirəm. 5x bərabərdir 25-ə. X də bərabərdir 5 dərəcəyə. Düzdür? Düzdür. X 5 dərəcədirsə qoyursan yerinə. Gətirib qoyuruq yerinə. X 5 dərəcədirsə. 3'ü 5'e 15, 7, 22. Buraya 22'dirsə burada 22'dir. Onda bütöv bucaq neçə dərəcə olur? 44 dərəcə. OK şüası AOB bucağının tənböləndir. Yenə də bu buna bərabər olacaq. Özün həll eləyərsən. Ola bilər ki, tənlikləri siz bilmirsiniz. Yadınızda saxlayın. X-i sol tərəfdə saxlayanda sağdakını sola gətirirsiniz. Gətirəndə də bunun qarşısında olan bu mənfidirsə keçir bura müsbət olur. Müsbətdirsə keçir bura mənfi olur. Paltarını bir yerə gedəndə, qonaq gedəndə paltarını necə dəyişirsən? Bu da elədir də. Götürürsən 2x-i, gətirirsən bura qonaq. Paltarını neynəməlisən? Dəyişməlisən. Sonra davam eləyək 76-cı sualla. Bucağa qonşu olan iki bucaq. Yadınızda saxlayın ki, bir şeyi. Bucağa qonşu olan iki bucaq mütləqdir ki, necə bucaqlardır? Qarşılıqlı bucaqlardır. Bax, yazıram bura. Bir şey yazıram bura. Bucağa qonşu olan iki bucaq necə bucaqlardır? Qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlardır. Bucağa qonşu olan iki bucaq qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlarda bildiyimiz kimi bir-birinə nədir? Bərabərdir. Əgər iki bucağın cəmi 150 dərəcədirsə, bunlar qarşılıqlı bucaqlardır və 250 dərəcəni bölürəm 2-yə. Düşür 125 dərəcə. Ona görə bu 125-dirsə, əgər iki qarşılıqlı bucaqlardan bunlar 125 bölünübsə, onda bunun qonşusu da neçə dərəcə olacaq? 75 yox, 65 dərəcə olmalıdır. Yox, 55. 125 ilə 55-in cəmi 180-i verməlidir. 55 dərəcə olmalıdır. Bitdi. Sonra verilən bucaq 55 dərəcəymiş. 55 dərəcəyə bitişik bu iki dənə bucaq imiş və bunlar da qarşılıqlı imiş. Cəmləri də 250 imiş. Qaydanı ödəyir. 77-ci sual. Düz xətt üzərində neçə müxtəlif şüa var? 2 dənə nöqtə verilibsə, 2 sayda şüa var. Yəni nöqtələrin yerinə 2 qoy, 4 dənə şüa var. Hansıları gəlin göstərim. A-dan sağa gedən şüa, A-dan sola gedən şüa, B-dən sağa gedən şüa, B-dən sola gedən şüa. Ona görə 4 dənədir. 78-ci sualla davam edirik vaxt itirmədən. Deyir, biri digərinin yarısına bərabər olan iki bucağın fərqi. Deməli, biri x imiş, o biri də 2x imiş. Bu iki bucağın fərqi 33 dərəcədir. Aha, qəşəng. Bunun yanına heç nə yoxdursa 1x yazaq. X bərabərdir 33 dərəcə. 2x-dən 1x çıxanda 33 dərəcə eləyir. Bu bucaqların cəmini tapın. Bu 33 dərəcədirsə, bu da olur 2 vur 33, yəni 66 dərəcə. Bu bucaqların cəmi deyirsə, 66 ilə 33-ü cəmləyirsən 99 dərəcə. Cavab 99 dərəcə. Sonra 79-cu sualla davam edək. Deməli, A-dır, N-dir, M-dir, B-dir. Deyir, M nöqtəsi AB parçasının orta nöqtəsidir. İndi məndə orta nöqtə kimi görünmədi. M, AB-nin orta nöqtəsidir. MB 4'tür. Aha, 14'tür daha doğrusu MB. AN 2'dir. Aha, onda bura bütövlükdə 16'dır. Düzdür? 14 ilə 2'nin cəmi neçə eləyir? 16. 16'dırsa, onda bura 8, bura 8. Orta nöqtə daxı yarıya böldü. 14 bura idisə, 8 buradırsa, bura nə qədər qaldı? 6 qaldı. Niyə? Çünki bax. Bura bütövlükdə nədir?
A yox, uşaqlar. Gözləyin. Səbirli olun, bir dənə də yazım. Bax. A-dır, N-dir, M-dir, B-dir. Deyir M nöqtəsi AB-nin ortasıdır. İndi məndə orta kimi görünmür. Amma bu ortada yerləşir. MB deyir 14. Hə, MB 14. AN də deyir 2-dir. Aha, burada 2-dir. Onda bütövlükdə AB parçasının uzunluğunu tapmaq üçün 14 ilə 2-ni cəmləyirəm, 16. 16'dırsa bura 8 düşür, burada 8 düşür. 8 budursa, 14 budursa burada 6 qalır. Düzdür? Düzdür. Məndən nə istəyir? MN-in uzunluğu. MN də buradır. Nə qədər oldu? 6. Все. Cavab 6 santimetr. 80-ci sualı 40 dəfə izah eləmişəm. 41-cində deyim. Deməli, 80-ci sualda 43 ilə x-in cəmi 70-i verməlidir. 43 üstəgəl x verməlidir 70 dərəcəni. M-lər qaydası. Hardadır burada M hərfi? Baxın bu. Baxın, yıxılmış M hərfinə oxşuyur. Aşağı baxanların cəmi yuxarı baxanların cəminə bərabərdir. 70-dən 43 çıxanda x olur. Ondan 3, 7, 6-dan 4, 2, 27 dərəcə. 81-ci sualla davam eləyək. 81-ci sualda uşaqlar uyğun tərəfləri perpendikulyar olan bucaqlardır. Uyğun tərəfləri perpendikulyardır. Fikir verirsə də burada göstərir. Onda bu bucaqların cəmi neçə dərəcə olmalıdır? 60 dərəcə və ikisi də eyni adlı bucaqdır deyə uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya eyni adlı ola bilər, ya da müxtəlif adlı ola bilər. Eyni adlı olanda bu bucaqlar bir-birinə bərabərdir, müxtəlif olanda cəmləri 180-dir. Eyni adlı nə deməkdir? Yəni bu bucaq da itidir, bu bucaq da itidir. İtidirsə ikisi də bərabərdir. Alfa ilə betanın cəmi 60-dırsa, hərəsinə 30-30 düşür, çünki bərabərdir. Qəşəng. Sonra digər tərəfdən, əgər bura 30-dursa, bura 30-dursa, bura 90-dırsa, onda bura nə qədər qalır? Burada qalır 90 çıx 30, 60 dərəcə. X deməli neçə dərəcəymiş? 60 dərəcəymiş. A, beta neçə dərəcəymiş? 30 dərəcəymiş. Fərqi neçə dərəcəymiş? 30 dərəcəymiş. Bitdi. 82 də bundandır. 83-cü sual. 83-də deyir saatın saniyə əqrəbi 20 saniyədə neçə dərəcə dönür? Şöyle saatı çəkirsiniz, buna baxırsınız. Çox rahat. Saatı çəkin, baxın. Bunu izah eləməyəcəm. 85-ci suala baxaq. Bura 5x-dırsa, bunun qarşısı da 5x-dir. Bura 4x-dırsa, 4x-dırsa bura. Onda mütləqdir ki, bunun daxili çarpazı da 4x-dir. 5x ilə də 4x-in cəmi eləməlidir 180. Bərabərdir 180 dərəcəyə. 9x bərabərdir 180 dərəcəyə. X də bərabərdir 20 dərəcəyə. X 20 dərəcədirsə, işinə x istəyirdi bizdən. Biz də 20 dərəcə tapdıq. Bu videoda bura qədər. Ümid eləyirəm faydalı oldu. Növbəti videolarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Abunə olun, like edin, paylaşın, yorum yazın və s. Sağ olun. Görüşənədək.